İdmandan sonra əyni dəyişərkən nələrə diqqət yetirməliyik? Bəzən görürük ki, bəzi insanlar bu məsələdə bəzi şeylərə diqqət etmirlər. Məsələn, geyim qısa olduqda deyirlər ki, kişilər arasında belə şeyə ehtiyac yoxdur. Dizin və göbəyin göstərməyə kimi məsələ olan. Hansı ki, idman paltarlarında bəzən görürük ki, qardaşlarımız, hətta bəzən dənizdə də olur belə hallar, dənizə girərkən. Ümumən, mömin müsəlman bilməlidir ki, onun övrəti dizdən göbəyə qədərdir. Yəni, bu diz və övrət arasını hər zaman qorumalıyıq. Yəni, qısa bir yerdir, ancaq bizim üzərimizə o buyurulubsa onu düzgün şəkildə yerinə gətirməliyik. Çünki oradan o yer artıq övrət sayılır. Başqa bir ki, hətta kişilər olsa belə, hətta kişilər toplumunda bunu etsən belə, yenə də o sənin üzərinə vacibdir ki, oranı örtəsən. Çünki sənin dizinlə göbəyin arasını heç bir kişi görməməlidir. Övrət deyilən bir şey artıq bağlanmalıdır. Ona görə, möhtərəm qardaşlar, bu məsələdə səhlənkar olmamalıyıq. Hətta futbolda olsun, dənizdə olsun, idmanda olsun, harada olur olsun, yəni Allahın hüdudlarını aşmamalıyıq.